Salam hamıya. Bugün mən sizə kəndimizin, Xudatın yerli qəhrəmanı haqqında təsirli bir hekayə danışmaq istəyirəm. Bu Elvin'in hekayəsidir. Elvin təkcə bir at değildi. O bizi və torpağımızı qorumaq üçün həyatını fəda etmiş cəsur bir insan idi. Onun igidliyi və fədakarlığı heç vaxt unudulmayacaq bir iz buraxıb. Bugün onun şəhidliyinin il dönümüdür və biz onun xatirəsini anmalı və mirasına ehtiram göstərməliyik. Elvin təhlükə qarşısında mərd dayandı. Kendimizin təhlükəsizliyi və azadlığı üçün hər şeyini fəda etdi. O təkcə döyüş meydanında qəhrəman değildi. O sevimli bir oğul, sadiq bir dost və hamımız üçün bir örnek idi. Onun hekayəsi bizim cemaatımızın daxilində olan gücün və dözümlülüyün necə böyük olduğunu bir daha xatırladır. Elvin'e ehtiramımızı bildirmək üçün bir araya gələrkən, gəlin onun uğrunda mübarizə apardığı dəyərləri də yada salaq cəsarət, birlik və vətən sevgisi. Hər dəfə Xudatın küçələrindən keçəndə, gəlin Elvin'i və canından keçən bütün şəhidlərimizi düşünək. Onların ruhu qəlbimizdə yaşayır, bizi daha yaxşı, daha cəsur olmağa və onlar sayəsində qazandığımız azadlığın qədrini bilməyə ruhlandırır. Odur ki, gəlin Elvin'in xatirəsini qəlbimizdə yaşadaq və gördüyümüz işlərlə onun adına layiq olaq. İzlədiyiniz üçün təşəkkür edirəm və qoy qəhrəmanlarımızı heç vaxt unutmayaq. Bugün biz qəhrəman şəhidlərimizdən Elvin Eyvazovun muzeyindəyik, ocağındayıq. Gəlişimiz səbəbsiz deyil. Bugün qəhrəmanımızın şəhadətə ucaldığı gündən tam bir il ötür. May ayının 27-si tarixidir. 2024-cü ildə məhz bu tarixdə Elvinimiz cənnətin yolunu tutmuşdu. Məhz bu tarixdə Xudat Şəhidlər Xiyabanında torpağa tapşırılmışdı. Bugün 2025-ci il may ayının 27-si tarixidir. Qəhrəmanımızın şəhadətindən bir il ötür. Bu evdə, bu ocaqda Fərdə anamızın, Daşdəmir atamızın iki oğlu övladı böyüyürdü. Elvinimiz və Elşadımız. Hal-hazırda qəhrəmanımızın qardaşı vətənə hərbi borcunu yerinə yetirir, hərbiçidir, əskərimizdir. Allah bütün sərhəd qoruyan əskərlərimizin canını sağlam, ömrünü uzun eləsin, atasının, anasının yanına sağ-salamat qayıtmağı nəsib eləsin inşallah. Qəhrəmanımızın hər bir atanın arzusudur ki, övladının toyunu eləsin və qurduğu şəraitə gəlin gətirsin. Amma çox təəssüflər olsun ki, bugün Elvinimiz üçün tikilən bu ev onun şəhidlik muzeyinə çevrilib və bu otaq onun xatirələri ilə doludur. Mən bugün bu ocağa Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə İsmirə Günəş olaraq qəhrəmanımızın yer aldığı Qəhrəman Analar kitabı ilə gəlmişəm. Elvinimiz bu kitabda yer alıb. İstəyirəm ki, bu kitabı qəhrəmanımızı dünyaya gətirib, onun hər əziyyətini çəkib, böyüdüb, boya başa çatdıran anasına təqdim edeyim. Və arzu edirəm ki, o ocağa bundan sonra bax, çöldə bizi gözləyən o doğmalar, o qohumlar yalnız xoş sədalara gəlsinlər. Elvindən yarım qalan arzuları digər qardaşı həyata keçirsin. Hər zaman arxamızda ayağınız olsun inşallah. Allah sizə səbir, güc və dözüm versin. Qısa da olsa, əgər duyğularınızı paylaşmaq istəsəz, eşitmək istəyərdik. Allah danışacaq çox söz var. Allah cəmi şəhidlərimizə, Allah rəhmət etsin, yerləri cənnət olsun. Allah da Allah heç bir ata-anaya belə bir ağır dərd verməsin. Heç kəsə gözləsi bir şey deyil. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Şimdi mənim balım Elvin balım. Elvin 3 döyüş keçib, 2 döyüş yaralanması olan biri oldu. O 2020-də Vətən müharibəsində iştirak edib. Suboşan uğrunda döyüşlərdə yaraladım. Ondan sonra müalicəsini aldığından hərbisin qulluğuna davam edib. Sonradan 2021-ci ildə Vot olandan sonra əskərliyindən öz istəyinə mən nə qədər təhdid edəsəm də bu döyüşü gördüyünə görə bu hərbiyə qayıtmaq istədi. Həm güclü uşaq olub, mərd uşaq olub, savadlı uşaq olub. Həmişə də dediyi o idi ki, bizdən başqa heç kim yoxdur bu vətənin. Allah Teala prezidentimizin, dövlətimizin, xalqımızın canını sağ eləsin. Heç bir vaxt belə bir şey, heç bir ailəyə qismət olmasa.
Allah səbir versin, dözüm versin. Əziz izləyicilər, mən dünəndən bu ailənin qonağıyam və dünən ata bir cümlə işlətdi. Həqiqətən də çox ağırdı. Dünəndən mən o cümlənin təsirindən çıxa bilməmişəm. Hətta gecə bir şeir də yazmışam, yenə ürəyim soymayıb. Elvinin şəhadətindən sonra atası ürək əməliyyatı keçirib. Bu yaxınlarda ayağa qalxıb demək olar ki, o bir cümlə işlətdi dünən, dedi ki, mənim balamın gedişi yıxdı. Allah heç bir valideyni balanın gedişi ilə sarsıtmasın, balanın yoxluğu ilə sınağa çəkməsin. Allah sizə sağlam, can uzun ömür versin ki, balağınızı istədiyiniz kimi yaşada biləsiniz. Çox sağ olun. Nəriyə deyirlər, şəhidlərə rəhmət oxumazlar, şəhadəti mübarək deyərlər. Bugün Elvinimizin şəhadətə qovuşduğu gündür, şəhadəti mübarək olsun. Əsl qəhrəmanı yad etməyə hazırsınız. Gəlin Elvin Eyvazovun fədakarlığını xatırlayaq. Elvin Eyvazov təkcə bir ad deyildi, o cəsarət və fədakarlıq rəmzi idi. Kənd Xudat kəndində onun mirası yaşayır, hekayəsini eşidən hər kəsə ilham verir. Elvin təhlükə qarşısında mərd dayandı, bizə igidliyin əsl mənasını göstərdi. Bugün biz onun xatirəsini yad etmək, onun böyük fədakarlığı haqqında düşünmək üçün bir araya gəlmişik. Elvini xatırlayarkən biz onun ruhunu və dəyər verdiyi şeyləri, cəsarəti, sevgini və vətənpərvərliyi yad edirik. Onun hekayəsi bizə xatırladır ki, əsl qəhrəmanlar qəlbimizdə əbədi yaşayır. Təşəkkür edirik, Elvin Eyvazov. Sənin irsin heç vaxt unutulmayacaq. Elvin, sen bizim kalbimizdesin. Şehitler ölmez, vatan bölünmez. 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 Elvin, sen bizim kalbimizdesin. Bir üregen arzu kansız, kısmetim var tatsız tansız. Bir otağım garip şansız, kime diyeyim bu derdimi? Bir otağım garip şansız, kime diyeyim bu derdimi? Bir hasretim kalbi dönük, bir sevdiyem odu sönük. Bir hasretim kalbi dönük, bir sevdiyem odu sönük. Bir naleyen bölük bölük, bir naleyen bölük bölük. Kime
kime değil bu derdimi. Bir naleyen bölük bölük, bir naleyen bölük bölük, kime değil bu derdimi. Ay haraylı selemindir, inildeyen niyemindir, bir nəğməsi diləmindir. Kime deyim bu derdimi, derdimi. Ay haraylı selemindir, inildeyen niyemindir, bir nəğməsiz diləmindir. Kime deyim bu derdim. Gələn hər kəsdən xahiş edirəm, hər kəs həm sürəmizi gözəl bilir, şəhidlərimizə dua eləmək necə lazımdır, gözəl bilir. Biz bu cür şəhidlər xiyabanındayıqsa, ilk öncə şəhidlərimizin ruhunu yad eləmək üçün bir dualarını göndərək, daha sonra tədbirimizi başlayaq. Elhamdülillah. Rahmanirrahim. İyyâke na'budu ve ihdinas sıratal sıratallezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Amin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lahu kufuven ahad. Allah rahmet etsin. Yüzleri cennet. Doğmalardan doğma olan şəhid ailələri, şəhid anaları, ürəyi bala həsrəti ilə yanan şəhid ataları, arxasını, dayağını, köməyini itirən şəhid qardaşları, şəhid bacıları, ömür gün yoldaşını itirən şəhid yarları, bir sözlə, şəhid düşən ocaqda hər kəsin ürəyi yanır. Allah sizlərə səbir versin. Amin. Və Xudat sakinləri, sərhədlərimizi bugün qoruyan hərbiçilərimiz, məktəblilərimiz, müəllimlərimiz, bugün Elvinimin adını tutub yanımızda olan hər birimizə təşəkkür edirəm. Şəhidlər ölmür. Şəhidlər, bax, sizlərin sayəsində, qəlbimizdə yaşayan bu sevgi sayəsində bugün yaşayır. Gələcək nəsillər də bugünün şagirdlərinin sayəsində bu qəhrəmanları gözəl tanıyacaq. Odur ki, gəlin məktəblimizin çıxışını dinləyək. İlk öncə sorağına yığıldığımız qəhrəmanımız haqqında ətraflı məlumat versin. Qızım, mən kimi möhkəmlər. Eyvazov Elvin Daşdəmiroğlu 2002-ci ildə anadan olub. Uşaqlıqdan hərbi sahəyə marağı olan Elvin böyük səylə çalışıb. Xudat şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. Müəllimlərin rəğbətini qazanıb. Həmin sahəyə olan həvəs hərbi xidmətini başa vurduqdan sonra elə oradaca işləməyə başlayıb. Vətən müharibəsində iştirak edib. Suqovuşan istiqamətində vuruşur. 2022-ci ilin sentyabrında düşmən təxribatının qarşısının alınmasında və 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərində iştirak edir. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Suqovuşanın azad olunmasına görə medallarla təltif olunur. Ruhu şad olsun qəhrəmanımızın. Mən bu qəhrəmanı dünyaya gətirən ananı, onun əziyyətini çəkən atanı yanımda görmək istəyirəm. Daşdəmirəm, zəhmət olmasa bir yaxınlaşardın bizə. Əziz ana,
haqqı bizə halal elə. Əziz ata, haqqı bizə halal elə. Bir ildir biz vətən torpaqlarında rahat nəfəs alaq deyə siz nəfəssiz qalmışsınız. Bir ildir biz balalarımızı qucaqlayıb bağrımıza basanda siz bala həsrəti çəkmişsiniz. Bala dərdi yaşamışsınız. Heç bir anıya bala həsrəti yaşamağı arzulamırıq. Allah sizə səbir versin, dözüm versin, güc versin, qüvvət versin. Başınızı dik tutun. Çünki Elvin elə bir oğlu idi ki, o 3 döyüşdən qəhrəman kimi sağ-salamat çıxmışdı. Elvin elə bir oğlu idi ki, vətən torpaqlarının, Qarabağ torpaqlarının azadlığında onun da əziyyəti əvəz olunmazdı, haqqı danılmazdı. Bugün əgər Qarabağ azadlığına qoruşubsa, Elvin kimi bu şəhidlər xiyabanında yatan digər şəhidlərimizin sayəsində qovuşub. Ona görə möhkəm olun, başınızı dik tutun. Yaşayın ki, balavızı yaşada biləsiniz. Yaşayın ki, bugün muzeyə çevirdiyiniz o ocağınızın qapısı hər zaman açılsın. Ora ziyarətə gələnlərin sayı günü-gündən də artsın. Bugün şəhidimin şəhadətə qovuşduğu gündən bir il ötüb. 2024-cü ildə məhz bugün, mayın 27-si tarixində vətən torpağına qovuşdu. Bax, burada dəfn olundu. Xudat torpağında torpağa tapşırıldı. Bir ildir Xudata hər yolum düşəndə bu şəhidlər xiyabanı mənim ilk ziyarət elədiyim məkandır. Eləcə də mənim kimi müxtəlif bölgələrdən şəhid ailələri, şəhid sevərlər gəlib, burada uyuyan şəhidlərimizi bir-bir ziyarət eləyiblər. Və mən də şairə olaraq gücüm çatdığı qədər gələcək nəsillərə də qəhrəmanlarımızı tanıtmaq üçün onlar haqqında kitablar yazmışam. Bugün şəhidimizin cənnətdə şəhadətə qovuşduğu 1-ci il dönümü ilə əlaqədar olaraq da onun yer aldığı Qəhrəman Analar kitabını məhz bugün təqdim eləmək istəyirəm ailəsinə və dünən gecə şəhidimə bir şeir həsr elədim. İstəyirəm icazənizlə o şeiri səsləndirim. Daha sonra da qəhrəmanımın yer aldığı kitabı onu dünyaya gətirən qəhrəman anasına təqdim eləyim. Sağ olun, Allah razı olsun. Bir ildir ananın gözündə yaşsan, bir ildir həsrətin sinə dağlayır. Hər gecə səssizlik keçib otağa o qadın şəklinə baxıb ağlayır. Sən ona Tanrıdan ilk övlad payı, şirin xəyalları, muradı idin. Səninlə hər zaman qürur duyurdu, qəlbinin sevinci, qanadı idin. Həsrətin dinmədi qəlbində bir an, hər sözü, söhbəti səndən danışdı. Atan dərdlərini atıb qəlbinə, içində göynədi, içdən alışdı. Sən ki qardaşına arxa dayaqdın, ata ocağında çıraqdın Elvin. Biz səni heç zaman unutmarıq bir. Qoy ruhun şad olsun, şad olsun sənin. Qoy ruhun şad olsun, şad olsun sənin. Qəhrəmanımızın ruhu şad olsun, bütün şəhidlərimizin ruhu şad olsun. Bugün Elvinin timsalında bu kitabda yer alan Xudat şəhidlərimizin də ailələrinə kitablarını məhz burada təqdim eləyəcəm. Çünki kitabda yer alan qəhrəmanlarımızın bir çoxu məhz burada qonşudur. Qəhrəman şəhidimizlə məzar qonşularıdır. İlk olaraq Fərdananın kitabını təqdim edeyim və burada Aylin balamızda bir şeir səsləndirmək istəyir. Amma ilk öncə Aylinin şeirindən əvvəl istəyirəm ki, şəhidimizin atasının, anasının kiçik də olsa duyğularını eşidək, onların bizlərə demək istədiyini bir-iki cümlə ilə də olsa eşidək. Mən təşəkkür edirəm bütün hər birinizə ki, sahib şəhidləri gəlirsiniz, ziyarət edirsiniz. Allah cümle şəhidlərimizə rəhmət etsin. Allah unudulmaz bir insanlardır. Allah sizə səbir versin. Fərdə ana, bir kəlmə Sağ olun, desən. siz də məni tək qoymadı. Allah şəhidlərə Allah rəhmət etsin. Əlləriniz var olsun. Təşəkkür edirəm. Sağ olun. Savadınız həmişə uzalsın. İndən belə yazdığınız kitabları, xeyriyyə kitabı yazılsın. Amin inşallah. Və burada mənim qəhrəmanlarımın yer aldığı kitablar var. Mən onları məhz bugün şəhid ailələrinə vermək istəyirəm ki, bu günün əbədi bir xatirəsi olsun. Burada İbrahimimizin anası var. Zəhmət olmasa mənə yaxınlaş. Ruhu şad olsun, qəhrəmanımızın ruhu şad olsun. İbrahimimizin məzarı da buradadır, onu da ziyarət eləyəcəyik. Kamilimiz var,
Kamilimizin məzarı da buradadır. Anamıza təqdim edeyim kitabını. Elə xan babamız var. Xan babamızın məzarı da burada. Elə Elvinimizin məzarının yanındadır. Elvin Məlik Məmmədovumuz var. Hicran anamız. Buyur anam. Və Riyadımız var. Riyadımızın anası da bugün buradaydı, yanındaydı. Riyadımızın anası Sevinç ana. Riyadımız da bu şəhidlər xiyabanında uyuyan şəhidlərimizdəndir. Qayıbov Elvinimiz var. Həm də onu demək istəyirəm ki, analar, Qayıbov Elvin də bizim Eyvazov Elvinlə qohumdur. Eyni adı daşıyan, eyni nəslin iki qəhrəman nümayəndələridir. Burada Saymət anamız var. Əli bəyimizin kitabı. Hər birinin ruhu şad olsun və bir də Fəxrəddin Fərəcovumuz var. Fəxrəddin Fərəcovumuz var. Bu da Bahar ananın oğludur. Ruhu şad olsun qəhrəmanlarımızın hər birini. İndi mən istəyirəm ki, ailəmiz səsləndirsin. Ailəmiz bizə qəhrəman şəhidimiz Əli bəyin yadigarıdır. Əli bəyimizin övladıdır. Ona görə ailəmizin şeirini eşidək. Mən niyyətəm, mən layiqəm, mən Elvinəm, ürəyimdə bir körpəm var. Mən şəhidəm, təki vətən sağ olsun. Sevin anam, cənnətdə bir oğlum var. Mələklər toplaşar başıma mənim. Çəkərlər öz qanadlarım üstümə. Oğlum tənhalıq libasına büründüm. Tanrı nuru yağdıracaq üstünə. Anasının gözyaşını mən sağam. Anasının gözyaşını mən sağam. Şuşada bülbüləm, Laçında dağam. Sanma ki ölmüşəm, bitibdir ömrüm. Mən şəhid olmuşam, cənnətdə bağam. Qarabağım, anam, amandır ağlayıb saçın yonarsan. Amandır ağlayıb saçın yonarsan. Üzün güldün mü alçaq düşmənin, hər şeyin şərəflisi gözəldir. Mən seçdim şərəfli ölməyi. Qarabağım, dağlara bax, sinəm üstüm mərmi izi yaraya bax. Bir dəmirin gücü məni öldürə bilməz. İbadət et, gəl cənnətə mənə bax. İbadət et, gəl cənnətə mənə bax. Yarım qaldı arzusu. Yoxdur bircə gecə də gözlərimin yuxusu. Şəhid olduğun gündən gündüzlərim gecədir. Deyirəm ki, görəsən balam orada necədir? Üşüyürmü soyuqdan, qar yağandı üstünə? Sarılıram balamın donmuş qara üstünə. Heç sinmir ürəyim, duymuram ki balama. Gedişiyle zülmətə qərb etdi bu dünyanı. Mənim balam hər axşam danışardı. Mənimlə yeri başqa olardı. Bu bir çarə qəlbimdə indi onun yerini onsuz dərdi alıbdı. Mənim igid balamdan şəhidliyi qalıbdı. Qəhrəmanlıq dastanı dildən dilə dolaşır. Sərhədləri keçərək hər yerə yol açır. Bircə özü qayıtmır, gəlmir mənim dünyama. Hər gün yalvarıram ki, qovuşum mən balama. Hər gün yalvarıram ki, qovuşum mən balama. Qovuşum mən balama. Ruhu şad olsun qəhrəmanımızın. Və qızım, gəldiyin məktəbin adını denən bir dənə. Səmrəli. Möhkəm deyil məktəbimizin adı. 3 nömrəli Kərim Məhərrəmov adına. Məktəbin şagirdləridir. Təşəkkür edirik. Və növbəti məktəbimizin adını deyib alacaq. Qürbət Babayev. Qürbət Babayev adına Xudafkən Tumlu Orta Məktəbi şagirdləri. Buyurun. Mayda doğulmuşdu hər iki Elvin. Biri Eyvazovdu Daşdəmir oğlu, biri Məlik Məmmədov igidim mənim. O da Xudatımda qəhrəman oldu. 44 günlük savaş ayırdı bizi. Elvinim zirvənin yolunu tutdu. Zamansız köç etdi fani dünyadan. O vətən eşqinə bizi unuttu. Elvin Eyvazovda neçə döyüşdən qayıdıb salamat gəlsə də evə. Sonda təlim vaxtı şəhid olaraq əbədi qəhrəman oldu bu elə. İndi iki ana məzar başında bala əsrəti ilə yanır, alışır, göz yaşı süzülüb düşür torpağa, ana laylasına orada qarışır.
Salam şəhid anası, mən də sənin bir balam. Olmasan da qəhrəman, Şuşa Kəlbəcər alan. Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz onların sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə də dik durmusan. Ağappaq saçlarından nur saçılır nur ata, həmişə qürurlu ol, həmişə dik dur ata. Salam şəhid qardaşım, yaş tutmasın gözünü. Hər an şəhid olmağa hazır elə özünü. Sənin qardaşın sonra mənim qardaşım gedər. Sonra mən, sonra sən, sonra bütün igidlər. Titrək əllərinlə alıb şəklini, ah çəkib bağlama şəhid anası. Dizlərin üzərinə əyib belini, sellər tək çağlama şəhid anası. Baxırsan gəldiyi cığıra izə, quzu otardığı çəmənə düzə, yaralı könlünü hey üzə, dünyanı dağlama şəhid anası. Gör nələr sığdırdın bir nakam ömrə, hər kəsin Gör nələr sığdırdın bir nakam ömrə, hər kəsin könlündə iz sala bildin. Güllələr susturan gülüşünlə sən hər kəsin qəlbinə kök sala bildin. Nur üzlü şəhidim, rahat uyu yat, vətənin azaddır, torpağın azad. Qanınla yağıdan təmizlədiyin, basmaz yad torpağa bir də bu ayaq. Sağ olun, ay bala, sağ olun. Təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Bugün Elvinin ziyarətinə gələn müəllimlərimiz var. Kim danışmaq istəyirsə yaxına gəlsin, zəhmət olmasa. Çıxış eləmək istəyənlər bir də yaxına gəlsin, ürək sözlərini bizlərlə paylaşsınlar. Eyvazo Elvin Daşdəmiroğlu'nun anım günüdür. Eyvazo Elvin bizim yolumuzda, bizim gələcəyimiz olan uşaqlarımızın, övladlarımızın yolunda öz canını fəda edən igidlərimizdən biridir. Bunun üçün biz Elvinin valideynlərinə, bütün şəhidlərimizin valideynlərinə dərindən təşəkkür edirik. Onların hər birinin qarşısında baş eyirik və deyirik ki, Allah sizə rəhmət eləsin. Rahat uyuyun, yeriniz həmişə cənnət olsun. Və bizim həmişə qəlbimizdəsiz, şagirdlərimizin qəlbindəsiz. Və bizim borcumuzdur ki, daim sizi ana yad eləyək. Allah rəhmət eləsin. Təşəkkür edirik ki, şəhidlərimizi unutmursunuz və şagirdlərimizə də şəhidlərimizi qəhrəman kimi tanıdırsınız, qəhrəman kimi ürəklərdə yer eləməsinə səbəbkar olursunuz. Bugün burada qəhrəmanımız Elvinimizin anası üçün hədiyyə gətirən şəhid anaları var. İstəyirəm hədiyyələrini təqdim eləsinlər. Fəxrəddin Fərəcovun anası Bahar anamız öz övladının şəkli ilə yanaşı Elvinimizin şəklinin yer aldığı çərçivəni hədiyyə eləmək istəyir. Fərdə ana, sən bu tərəfə keçə bilərsən, zəhmət olmasa. Ruhu şad olsun hər iki qəhrəmanımız və şəhid analarından, şəhid atalarından kimlərin sözü varsa, kimlər danışmaq istəyirsə, gələn qonaqlarımızdan kimlərin sözü varsa, danışmaq istəyirsə buyursun, eşidək. O tək sizin yox, hamımızın balası. Nə tək ki, mənim övladım hamının, xalq olar hamının övladı olduğu kimi. Mən hər dəfə Riyadı ziyarət edəndə, bu balaları ziyarət eləyəndən sonra öz balamın yanına keçirəm. Çünki onlar Riyadım qədər mənə əziz olan balalardır. Allah hər birinin məkanının cənnət, ruhlarını şad eləsin. Ruhları Allaha yaxın olsun. Təsəlli ancaq odur ki, siz gəlirsiniz, yad eləyirsiniz, xalqımız yad eləyir, məktəblər yad eləyir. Onların xatirəsini əziz tutduqca biz fəxr edirik ki, bizim balalarımız ədəbi olaraq bu tarixdə qalacaq, yaddaşlarda qalacaq, silinməyəcək. Bizim ürəyimizi ancaq bu bir təsəlli ola bilər, başqa heç nə. Allah hər birinizə səbir versin, şəhid anaları. Məkanları cənnət olsun Allahlarımızın. Allah əskərlərimizi qorusun. Hər hazırda səngərdə oturan, postda olan, sərhəddə olan əskərlərimizi Allah qorusun. Bütün hərbiçilərimizi qorusun. Əlbəttə ki, bütün hərbiçilərimizi, necə ki, sağ-salamat gediblər, eləcə də sağ-salamat qayıtsınlar. Çünki hər bir ana övladının salamat gəlməsini gözləyir, onun həsrətini çəkir. Necə ki, mən gözləyirdim, amma ki, balamın 3 ay evə gəlməsinə qalmış, tabutu gəldi. Yəni, bu birdə heç bir ailə üçün təkrarlanmasın. Hər bir ailənin övladı salamat gedib, salamat da qayıtsın. Çünki hər övlad bir ailənin sevincidir,
gələcəyidir, ümididir. Hər bir ananın ümidi sönməsin. Balalarıyla sevinib fəxr eləsinlər. Bundan sonra heç bir ananın gözü yaşlı olmasın. Amin. Amin. Sağ-salamat gəlsin. Sağ-salamat ağlamasın. Amin. Bugün növbəti igid oğullarımızdan olan Elvinin məzar başındayıq. Şəhid valideynlərinin, şəhid analarının yanında danışmaq əlbəttə ki, çox çətindir, çox ağırdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bugün biz firavan, gözəl, günü-gündən inkişaf etmiş, zəfər əldə etmiş Azərbaycanda yaşayırıq. Onlar bizim Azərbaycanımızın adını ucalara yüksəltdilər. 30 ilə yaxın həsrətdə olan torpaqlarımızı azad etdilər. Bugün burada baxırıq, bir neçə gün bundan qabaq da hələ Elvin Məlik Məmmədovun məzarından yığışmışdıq, toplaşmışdıq onun ruhu qarşısında. Və bura baxıram ki, artıq burada bir şəhidlər xiyabanı olur. Neçə şəhidimiz burada uyuyur. Bütün valideynlərimizə ilk öncə Allahdan səbir diləyirəm. Əllərindən öpürük hər birinin. Bizim də bir vətəndaş borcumuz odur ki, gələk bu şəhidlərimizin, bu igid oğullarımızın ruhları qarşısında öz ehtiramımızı bildirək. Hər zaman sizin yanınızdayıq. Bir vətəndaş olaraq, bir insan olaraq sizin yanınızdayıq. Çünki onlara borcluyuq, bir ömür olaraq ruhuna borcluyuq biz. Allah hər birinizə səbir versin. Bundan sonra dövlətimizə, dövlətçiliyimizə sülh, əmin-amanlıq arzu edirik. Allah qazilərimizə can sağlığı versin, hərbiçilərimizə can sağlığı versin, ordumuza güc qüvvət versin. Allah səbir versin sizlərə. Elvin qardaşımızın da ruhu qarşısında baş əyirik. Allahdan sizlərə səbir diləyirik. Mən şəhid Mirzəmmədov Sərxan Osmanoğlunun anasıyam. Mənim oğlum 44 günlük vətən müharibəsinin şəhidi olub. Və mənim oğlum 9 oktyabrda şəhid olsa da neytral zonada qaldığına görə dekabrın 14-ü dəfn olundu. Yəni 66 gün axtarışda olub. Erməni postuna girərkən snayperlə vurulmuşdu. Yəni bala acısı həyatda heç bir dərdə tay gəlməyən bir dərddir. Yəni 5 ildir keçsə də elə bil ki, biz dünən bunu yaşamışıq və yanğısı demək olar ki, azalmaq yerinə hər gün daha da çoxalır. Sadəcə bir şəhid anası olaraq, şəhid valideyni olaraq neylə fəxr edirik? Balamızın vətən uğrunda bizə olan sevgisini bir daha öz canları ilə sübut edib vətəni qorudular. Çünki harada geçsək biz Azərbaycanlı olduğumuzu heç vaxt itirmirik. Və bunu da bizim şəhidlərimiz bir daha sübut elədilər ki, Azərbaycan torpağı nə qədər müqəddəsdir, nə qədər alidir və onun uğrunda, onu qorumaq üçün bizim balalarımız canlarını belə torpaq üçün qıyırlar, fəda eləyirlər, vətən uğrunda ölməyə həmişə hazır olurlar. Allah bundan sonra dünyamızı salamat eləsin. Heç bir anaya evlad dərdi çəkdirməsin. Prezidentimiz Allah canını sağ eləsin, ordumuzu Allah qorusun. Çünki Ali komandanımızın rəhbərliyi, siyasəti bugün bizim Azərbaycanı bir daha qalib elədi. Çünki 30 il biz ona görə fəxr eləyəsi bir analar olmuşuq, balalarımız ona görə fəxr eləyirik ki, bizim balalarımız 30 il ərzində alnımıza çəkilən o qara ləkəni öz qanları ilə yudular. Və düşmənə bir daha sübut elədilər ki, Azərbaycan xalqı, Azərbaycan oğulları heç vaxt öz torpaqlarının düşməndə qalmasına razı olmayıb, olmayacaqdır. Allah hamımıza sağlam dünya, sağlam həyat, mükəmməl ordumuzu, Ali Baş Komandanımızı qorusun, dünyamız salamat olsun. Bir daha analar balalarının şəhid olmağını yox, onların döyüşdə, orduda sağ-salamat gəlməyini qarşılasın. Hamısı analara Allah sizlərə səbir versin. Səbir arzulayıram. Sağ olun. Bugün yəni özümdən qabaq analarım gözlərimdə o analar danışsınlar. Bugün bizim Muratımızın qəhrəman oğlu Elvinimizin anım gününə, il bölümünə gəlmişdir. Allah'tan onun valideynlərinə bol-bol səbir arzulayıram. Elvin kimi, Xəyanlar kimi, Elvinlər kimi, Sərxanlar kimi
Riyadlar kimi, bütün şəhid oğullar kimi, oğullar bəli, bir də həyata gəlməyəcək. Onlar qanları ilə tarix yazdılar. Ancaq onlar kimi, onlardan sonra gələn nəsil, ümid edirik ki, onlar kimi qəhrəman böyüyəcəklər. Onların qəhrəmanlıqlarını görə-görə, onları oxuya-oxuya, onları yaşaya-yaşaya elə igidlər böyüyəcəklər. Vətənimiz üçün, dövlətimiz üçün xeyirli övladlar böyüyəcəklər. Biz şəhid anaları da ürəyimizin təsəllisi olsunlar. Onlara baxaq, sevinək ki, məsələn, onların qanları əbəs yerə tökülməyib də. Bugün əgər azad Azərbaycanda yaşayırıqsa, zəfər çalmış Azərbaycanda yaşayırıqsa, biz o şəhidlərin hesabına yaşayırıq. İndiki məktəblilər, gələcək nəsillər onları heç vaxt unutmasınlar. Biz Xudatımızın Kərim Məhərrəmov adına 3 saylı məktəbinin direktoru və müəllimlərindən çox-çox razıyıq ki, həmsə şəhidlərimizi anırlar, onları həmişə xatirəsinə əziz tuturlar, çox sağ olsunlar. Allah buraya yığışan hər kəsdən razı olsun ki, şəhidlərimizin bugün anım günündə Fərdə ananın, şəhidimizin Elvinin atasını tək qoymayıblar. Həmişə mədəniyyət işçilərimiz yanımızda olublar. Allah hamısından razı olsun, Allah millətimizi qorusun, dövlətimizi qorusun. Bir daha Azərbaycan xalqına Allah itki göstərməsin, Allah müharibə göstərməsin. Bizim şəhidlərimizin də xatirəsi əbədi olaraq, necə deyirlər, daim yaşasın. Bizim böyüklərin bir sözü olurdu, həmişə ki, bahalı olsunlar. Heç vaxt unutmasınlar. Bundan sonra şəhid olmasın ki, onlar yaddan çıxmasınlar. Heç bir ananın üstünə bundan sonra şəhid xəbəri gəlməsin. Heç bir ata tabut qarşılamasın. Gecə-gündüz bu yaxınlarda müqəddəs diyardan, ziyarətdən gəlmişəm Məkkə-Mədinədən. Mənim orada birinci diləyim Azərbaycan xalqına, bütün millətimizə, dövlətimizə, bugünkü gündə düşmənlə səngərdə durub, o düşmənlə üz-üzə qalan ordumuza Allahdan dözüm diləmişəm, qüvvət diləmişəm, güc diləmişəm, xalqımıza əminamanlıq, sülh diləmişəm, can sağlığı diləmişəm. Allah qorusun, müqəddəs Allah razı olsun. Torpaqlarımızı qoruyan o müzəffər ordumuzu, Allah prezidentimizi qorusun, dünyamız salamat olsun. Mən də şəhid Kamilin anasıyam. Kamilin anasıyam. Elvinlə Kamil bir məhəllədə böyüblər. Bir məhəllənin uşaqları, orada da qonşu oldular, burada da qonşu oldular. Həmişə Kamilin plakatı məhəlləmizin başında qoyulub, Elvin də indi yanaşı qoyulub. Oradan keçəndə Elvin işə gedən zaman Xudatda Qısa rayon en sayılı hərbi hissədə işləyirdi. Keçəndə həmişə salam verib, hərbi salam verib keçirdi. Məni görəndə həmişə başını aşağı salıb keçirdi. El bildi ki, nəsə bir, nə bilim, bir yaxşı bir his, nəsə bir günahkar kimi istəyirdi. O şəhid olanda deyirəm həmişə, mən elə başa düşmüşəm, ancaq o isə, nə bilim, bu müqəddəs borcu bir yerdə Kamil istəyir ki, kaş mən də Kamil şəhidim, bəlkə də nəzərində onu keçiribsə həmişə, o hərbi salam verib keçən zaman. O şəhid olanda mən elə bildim ki, yenidən mən Kamilimi itirdim. Çox mənə, necə deyim sənə, çox təsirlədi. Dedim, bunlar körpə balalardı, bunlar nə yaşamışdılar? Nişanlı idilər, toylar olmalıydı, bunların toy süfrəsi açılmalıydı. Ancaq biz isə tağutla qarşılaşdıq, özümüzü çox itirdik, bilmədik ki, biz həyatda, bu necədir, bu necə qarşılaşdıq, mənə indi təsirli ki, oğlum həyatda yoxdur. Deyirəm, bu hissi mən indi hiss deyirəm, vaxtaca elmişəm ki, yol gözləmişəm, həmişə oğlum gələcək. Çünki onlar yaşayırlar, onlar şəhid olmayıb, şəhid olsalardı yaşayırlar, onlar ölməyiblər. Bizim ürəklərimizdə, bu cavan uşaqların, bu şəhid analarının ürəyində, sizin kimi cavanların ürəyində yaşayır. Həmişə uşaqlar, hər bir hissədə də özləri uşaqlar birinci şəhidə salam verib işə gedirlər. Bir yerdə yolda harada olsa təzim edirlər şəhidlərimizə. Allah bu balalarımızın canlarını saxlasın, Allah bunları qorusun. Bütün bu soyuq havada, günəşdə yanan saldat, əskərlərimizi Allah qorusun ki, onları xətabaladan uzarlasın. Bir daha şəhid görməyək. Bundan sonra Fəridə ana, oğlun Elşənin toyuna yığışaq. Bir daha dərdimi, şükür ki, oğlun da buradadır, qardaşının ziyarətinə gəlib. Hərbi hissədən də Allah razı olsun ki, övladını
qardaşının ziyarətinə bəli. Çox şükür ki, məzuniyyət verib. Allah can sağ olsun, Allah razı olsun. Göydə Allah yerdəsə prezidentimizə Allah qorusun. Şəhidlər ölməz deyirlər. Onların yandırdığı məşəllər, kamillərin, elvillərin, riyadların, xakanlərin yandırdığı məşəllər sönməz. Ona görə deyirlər ki, şəhidlər heç vaxt ölmür. Şəhidlər yaşayır. Nə qədər biz varıq, nə qədər Azərbaycan xalqı var, onlar yaşayıb, yaşayacaqlar da. Qoy düşmən sevinməsin ki, biz Azərbaycan analarını ağlatdıq. Xeyr, biz ağlamadıq, daha da biz möhkəmləndik. Bizim gələcək nəsil bizi qoruyub. Bizim bayrağımız, biz evladlarımızdan sonra kiçik məktəbli şagirdlərimizə keçəcək. Mənim oğlum Qürbət Babayev'in orta məktəbdə oxuyub. Bu şagirdlər də elə orta məktəbin müəllimləridir. Müəllimləridir, şagirdləridir. Elvin də bizim məktəbdə təhsil alıb, Kamil də. Bütün siniflərə onların adları verilib. Elə bu nə deməkdir? Bu şəhidləri yaşatmaqdır. Bəli, yaddan çıxartmamaqdır. Hər sinifə görürsən, hər dəfə mən orada işləyirəm. Orada hər sinifə açdıqca qapılar, elə biləm öz oğullarımızla qarşılaşıram. Onları şəhid kimi yox, diri bir canlı bir insan kimi qarşılayıram. Belə övladlarımız da, uşaqlarımız da çox xahiş edərəm ki, Esmira Günəş, sizdən xahiş edim ki, kitablarınız bol olsun, kitabxanaları paylaşsın. Bu uşaqlar çox, şəhidləri çox, onların həyatı barədə çox həvəslənirlər. Bizdə kitabxana var orada, kitabxana işçisimiz, Könül müəllim. O deyir ki, bizim məktəblərdə baxışınız daha yaxşı olardı. Biz təbliğatı genişləndirərdik. Sizin adınız da yüksələrdi. Şəhidləri görə tanınardınız, tanınmışsınız, yenə də tanınarsınız. Respublikanın bütün rayonlarında, hər dəfə sizi YouTube'da görürüm sizin. Çox sağ olun ki, şəhidlərin yanındasınız. Təşəkkür edirəm. Allah sizi var eləsin. Şəhid anla yanınıza sizə çox təşəkkür edir. Burada ziyarətdə olan şəhid ailələrinin demək olar ki, bir çoxunun ailəsində olmuşam, ziyarət eləmişəm, bir çoxu kitabımda yer alıb. Məsələn, bugünkü kitabda olmasa da bundan qabaqki kitablarımda Xəqani də yer alıb, İlqarımız da yer alıb. Mənim gücüm yazmağa çatır, dəfələrlə demişəm, hətta indi şəhid ataları üçün kitab yazıram. Onlar da bir qəhrəmanda, onlar da qəhrəman övladlar dünyaya əziyyətini çəkən atalardır. O övladların dünyaya gəlməsində əziyyəti böyük olan atalardır. Və hal-hazırda üzərində işlədiyim bir neçə kitabım var. Mənim də məqsədim gələcək nəsillərə bu qəhrəmanları tanıtmaqdır. Çünki bugün biz 90-cı ilin qəhrəmanlarını kitablardan oxumuş nəsillərik. Və bizdən sonra gələn nəsillər yalnız o kitablardan tanıyacaq. Çünki hər biriniz şahidsiniz ki, hətta yollara vurulan plakatlar belə zaman keçdikcə sökülür gedir. Harasa vurulan şəkilləri götürürlər. Amma kitabları heç vaxt yığışdıra bilməyəcəklər. Çünki bir kitab bir ölkənin tarixidir, bir kitab bir ölkənin ən dəyərli xəzinəsidir. Şəhidləri yalnız kitablar yaşadacaq və o kitablara dəyər verib, onu qiymətləndirən kitabxanaçılar, müəllimlər, şagirdlər bunlar yaşadacaqlar. Hər birinin ruhu şad olsun. Bizim tədbirimiz şəhidimizin evində olacaq. Buradan hər kəs şəhidimizin evinə dəvətlidir. Orada ehsan süfrəsi açılıb və tədbir olacaq. Sonra bütün qonaqlarımız ehsan süfrəsinə dəvətlidir. Ona görə burada sizi çox yormaq istəmirəm. Gəlin burada tədbirimizi yekunlaşdıraq. Sonda yenə şəhidlərimizin ümumi ruhuna bir fatihə çevirək. Burada yekunlaşsın tədbirimiz. Tədbirimizin ikinci hissəsini şəhidimizin ev güşəsində davam etdirərik. Orada hər bir şəhid anasına qısa da olsa çıxış üçün istəyəcəm ki, övladının ən azından adını, soyadını desin ki, tanımayan hər kəs bu kadrlara baxanda o qəhrəmanı bir daha tanımış olsun. Allah yeri cennet olsun. Can bana. Geçin. Hayır.
Durdu geldi ama. Hele durun. Biraz böyle durun. Güzel. Allah razı olsun. Gelin çəkilsin. Uşaqlar, oğlanlar gəlsin qabaqdan çömənlə. Qızlar ayağa Günlerim nece ötüşür, gündüzüme gece düşür. Teklik benimle görüşür, Allah'ım geriden gelir. Allah'ım geriden gelir, geriden. Günlerim nece ötüşür, gündüzüme gece düşür. Teklik benimle görüşür, Allah'ım geriden gelir. Allah'ım geriden gelir, geriden. Bir kapı açanım hanım, ömrümden geçenim hanım. Bir hanım soranım hanım, Allah'ım geriden gelir. Allah'ım geriden gelir, geriden. Bir kapı açanım hanım, ömrümden geçenim hanım. Bir halım soranım hanım, Allah'ım geriden gelir. Allah'ım geriden gelir, geriden. Ölmez, vətən bölünməz. Elvin, sən bizim qəlbimizdəsən. Şəhidlər ölməz, vətən bölünməz. Elvin, sən bizim qəlbimizdəsən. Şəhidlər ölməz.
Şehitler ölmez, vatan ölmez. Elvin sen bizim kalbimiz yaşar. Şehitler ölmez, vatan ölmez. Elvin sen bizim kalbimiz yaşar. Şehitler ölmez, vatan ölmez. Elvin sen bizim kalbimiz yaşar. Şehitler ölmez, vatan bölünmez. Elvin sen bizim kalbimiz yaşar. Şehitler ölmez, vatan bölünmez. Şehitlerdi şehitler, düşer akşam sabahlar. Şehitler, an yerim, yurt yerim. Şehitlerdi şehitler, böyle yanar ulduzlar. Şehitlerdi şehitler, düşer akşam sabahlar. Arkaya gidip geçer. Orada dayandığımız səliqəli dayanar. Aferin. Xuda sakinləri, dəyərli şəhid analarımız, şəhid atalarımız, məktəblilərimiz, müəllimlərimiz, bir sözlə Elvin İvacovun adını çəkib bugün onun abidəsinin yanına toplaşan, ev müzeyinin ziyarətinə gələn hər bir qonağımız. Sizə təşəkkür edirəm ki, vaxt ayırıb bugün şəhidimizin şəhadətindən bir il ötür, onun birinci il dönümündə ailəsinin yanında olmuşsunuz. Biz şəhidlərdən danışırıqsa, ilk öncə onlara ehtiram əmanəti olaraq bir dəqiqə sükut elan etməliyik. Odur ki, bütün şəhidlərimizin əziz xatirəsindən bir dəqiqə sükut elan edirik. Bəli, biz bugün Elvinimizin ocağına toplaşmışıq, evimizin çırağına yığışmışıq.
Elbimizin şəkli olan bayramımız gəlir yanıma. Sənin vətən keşiyi çəkən oğul, üç döyüş yolundan sağ-salamat çıxmışdı. Sənin vətən keşiyi çəkən oğul, Azərbaycan xalqına qəlbini yaşatmışdı. Amma sənin də qismətinə şəhidliyin yazıldı. Sənin də məqamın ən uca zirvədə oldu. Bugün şəhidliyindən bir il ötür. Bugün şəhidliyindən bir il keçir. Sən bizim an yerimiz, gürür yerimizsən. Sən bizim böyünən bu qəlbimizsən. Biz səni unutmayız şəhid. Sən bizimlə birlikdə qəlbimizdə yaşayırsan. Bugün burada mənim yanımda Eyni dərdi yaşayan qəlbi yaralı şəhid analar var. Mən istəyirəm ki, onlar qısa da olsa öz şəhidlərin adlarını, soyadlarını desinlər və biz onları tanıyırıq. Amma kadr arxasında tanımayanlar da tanısın ki, o qəhrəmanları bax bu analar da dünyaya gətirir. Adını söyləmək bir də şəhid. Mikrofon yaxın. Eyvah, şəhid atalarını da ölümünü anlasın. Allah şəhidlərə yaxın. Məlik Məmmədov Elvinin anasıyam. Anam Qudatın 18 yaşı şəhididir. 3 ayın əskəri olub. Allah bütün şəhidlərimizin mühtəncələri və samşımızı aşağıdır. Mən Səmədov Müaysin başçı. Mənim qardaşım 23 il dövlətə xidmət edib. Xüsusi dənizdə kəşfiyyatçı olub. Heç çıxmanın 17 gün qalmış şəhid olub. Mən Əlibeyevin anası. 23 kişinin burada Beyze çıxmalarıydı. Acıcı orada şəhid oldu. Şəhid oldu. Qayıbov Elvinin anasıyam. Allah rəhmət etsin, şəhidlərimiz Allah rəhmət etsin. Mikrofonu Sayma danışanlar bu tərəfə. Şəhid Əliyevin anası Əliyevin sevgilim. Şəhid Kamil Məmmədov anasıyam. Xüsus təyinatlı əfsanəvi tragediya qəhrəmanı 14-cü şəhidi Kamil Məmmədov. Mən Əli Məmmədov xan babanın 16 günlük anasının Silki xan babanın həm anasıyam, həm birisi. Mən Norman Nəzarlı İbrahim anasıyam. 6 ayın əskəri olub. Beyləqanın Xocavənd istiqamətində gedən vuruşlarda həlak olub. Mən kəşfiyyatçı Fərəcov Fəxrəddinin, şəhid Fərəcov Fəxrəddinin anasıyam. Mən şəhid Məmmədov İbrahim'in anasıyam. Yaxın tutun. Dadaşov Zaurun anasıyam. Allah şəhidlərimizə rəhmət etsin. Allah ordumuzu qorusun. İbrahim anasıyam. Mən də Zavir yılların anasıyam. 44-cü müharibənin 44 yaşında yılları. Allah prezidentimizi qorusun, Allah icra başında olsun. Allah hər birimizə səbir versin. Və balacalarımız var burada, sizlər üçün şeirlər hazırlayıblar. Məktəblilərimiz gəlsin, şeirləri səsləndirsinlər. Yaxın buyur. Məhkəm yoldaşlar.
Cavan ömrün bir yaşda. Cavan ömrüm bir yaşda qəlbimə. Sən qızım, tuz qocan Cavan ömrüm bir yaşda qəlbimə. Bala dərdi salan fələk dönsün. Mən balanın həsrətinə üzülürəm. Bax səninlə qəlbi bağlı qalasan. Gözlərimin yaşı umur bircədir. Xəyalların cümlənin gözündə. Nəzərlər düşürsən də xərifə. Durmaq üçün üç tapmanın özündə. Təşəkkür edirik balacamıza və məktəblilərimiz yaxınlaşdı, zəhmət olmasa. Bir daha ağlama şəhid anası, çəkmə yanağına göz yaşlarını. Qəlbimi dağlama şəhid anası. Şəhidlər nurdur, məsumdur, zinətdir. Axı onların yeri cənnətdir. Sən yaş saxlama şəhid anası. Sevgili şəhidimin yaşına baxma. Ümidi Kəbənin daşına bağla. Üç rəngli bayrağı başına bağla. Sən qara bağlama şəhid anası. Şəhid məzarları evdir, ocaqdır. Vətən uğrunda yanan çıraqdır. Axı şəhidlər ölməyib hələ də sağdır. Nə olar ağlama şəhid anası. Göz yaşlarını ağlama heç vaxt. Şəhidlik ucadan ucadır ana. Toyum üçün aldığın o tərxınanı. Qoy ağ saçlarına elə gəl ana. Uca tut başını əymə heç zaman. Yanımda gözlərin gülsün ay ana. Atama de məni gözləməsin heç. Mən gələ bilmirəm, o gəlsin ana. Söylə ağlamasın mənsiz gecələr. Ulduzla yolladım eşqimi ana. Onu tənha qoyub gedərəmmi heç? Nəfəsimi köksünə həkk etdim ana. Sən gəl heç darıxma, nigaran qalma. Mən ərşin boynunda xoşbəxtəm ana. Kor bir güllə dəydi qəlbimə mənim. Cismim səmalara ucaldı ana. Cismimi bürüyüb yumuşaq örpəyə. Mələklər cənnətə apardı ana. Atanı çağırırsa, atanı da. Səməd əmi bir də uşağın yanında dayanardı da şey edir. Kəndə salhay, həyətin qapısını açıq saxla tay-batay. Biraz da qaldır göyə divardakı bayrağı. Rəqsi rəncə gətirsin, hər təpəni, hər dağı. Sən də biraz möhkəm ol, qurban olum qəm yemə. Amandır bu xəbəri, anama birdən demə. O yer dözməz bu xəbərə, kimsə qəfildən desə. Ona görə sən özün, deyil necəsə. Salam ata, bu da mən, görüşmürdük açandı. Quzu bala dediyin indi bir qəhrəmandır. Camaat mərdliyimdən hələ çox danışacaq. Eşitdikcə kədərin sevincə qarışacaq. İndi isə son dəfə qucaqlaşaq gedirəm. Qulağıma pıçılda, de, səninlə fəxr edirəm. Əlvida bütün evi yükünü çəkər ata. Bir oğul tabutda gücü çatmaya atam. Yarım qaldı arzusu. Yoxdur bircə gecə də gözlərimin yuxusu. Şəhid olduğun gündən gündüzlərim gecədir. Deyirəm ki, görəsən balam orada necədir? Üşüyürmü soyuqdan qar yağandı üstünə? Sarılıram balamın donmuş qara büstünə. Heç sınmır ürəyim, duymuram ki balamı. Gedişiyle zülmətə qərb etdi bu dünyanı. Mənim balam hər axşam danışardı mənimlə. Yeri başqa olardı. Bu bir çare qəlbimdə indi onun yerini onsuz dərdi alıbdı. Mənim igid balamdan şəhidliyi qalıbdı. Qəhrəmanlıq dastanı dildən dilə dolaşır. Sərhədləri keçərək hər yerə yol açır. Bircə özü qayıtmır, gəlmir mənim dünyama. Hər gün yalvarıram ki, qovuşum mən balama.
Hər gün yalvarıram ki, qovuşum mən balama, qovuşum mən balama. Qəhrəman igidlər silahını aldı, nərəsi düşmənin bağrını yardı. Bir il sürdü, tarix yazdı, tarixi yazanlar oldular şəhid. Gör necə analar hər gün ağladı, başına qapqara örpək bağladı. O şəhid oğluna yasta saxladı, heç sizi unudar analar şəhid. Haqq hesab günüdür dedi igidlər, cənnət Qarabağda bizim şəhidlər. Sarılıb silaha vətəndədirlər, vətən uğrunda oldular şəhid. Qələbə gününü dadıran bizə, borcludur bu millət bir ömür sizə. Müjdə ver polada həm mübarizə, igidlər torpağı aldılar şəhid. Yoluna su səpim, torpaq var, torpaq bir sıxım. Qoy əskər çəkməni köksümə sıxım, çəkməsində çiçək bitən şəhidim. Ayağın yerdədir, yolun göylədi, göydən ulduz düşdü, yaram göylədi. Xəbərin oldu mu anan neylədi? Xəbərin oldu mu anan neylədi? Dönüb üfüqlərdə itən şəhidim. İgid poladımla hər an qoşasan, sən elə ağdamsan, elə şüşasan. Can fəda etdin ki, vətən yaşasın, bayrağa bükülüb ötən şəhidim. Salam oğul, məzarına dizin gəlmişəm. Necə gözəl bəzənibdi mənzilin, bura düşdü yolum, izim gəlmişəm. Qamətinidir kəltana, dik dur, sən məğrursan, gözə zəif görünmə. Sizlər üçün şəhid oldum bil ki mən, qurbanam, dizin sürünmə. Torpaq üçün torpaq atda qalanım, gendə qalma, dur qarşıla ananı. Öpüb qoxla, saçlarımı sığalla, otsuz, gözsüz, həsrətindən yananı. Nədir o saçındakı ağ dənlər? Sən ey bəxtəvər qadın, qorxursan ki anasız, qar ördü övladın. Zərrə narahat olma, ümmətin anası var. Bu ümmət anasının gör nə qədər balası var. Elə bir anadır o, nə sərhəd var, nə də sərd. İki dünya xanımı Zəhrə Abu Muhammed, Zəhrə zamin dayanıb şəhidlər anasına. Balası da rəvanə Peyğəmbər balasına. Həzrət Peyğəmbərin balasıdır Hüseyin, cənnət cavanlarının ağasıdır Hüseyin. Daha narahat olma ey şəhidin anası, cənnətdədir övladın, yanındadır ağası. Tapşırım, səni mənə yol aldı, məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam, şəhid atam, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə də dik durmusan. Ağappaq saçlarından nur tökülər, nur axar. Hər zaman qürurlu ol, həmişə dik dur ata. Salam, şəhid qardaşı. Dağ gördün, dağ itirdin, üzü nurlu bir igid, igid qəhrəman itirdin. Daşı şəhid Canazaqla, ürəyini dağla, gələmədi oğlum, məni bağışla. Şəhid oldu oğlum, görəmədin toyun, sil gözün yaşındakı, vətən sağ olsun. Gözü yaşlı yarim, qalmayıbdır halim, bu dünyadan köçtür sevgili yarim. Der olsun bil ki istemezdim ben de, üzülmezdim sen de, beni bağışla. Ne olarsa
isen ise gel mezarımızda ruhum şad olsun. Anacan azağla ürəyini dağla Gələmədi oğlum məni bağışla Şəhid oldu oğlum görəlmədin toyu Sir gözün yaşındaki vətən sağ olsun Əziz qonaqlar, hər birinizə təşəkkür edirəm. Bugün şəhidimizin il dönümündə onun anasını, atasını tək qoymadınız. Əziz məktəblilər, bugün bu şəhidlərimizin qəhrəmanlıq yolu sizlərə əmanətimizdir. Bizdən sonra bu qəhrəmanları sizlər yaşadacaqsınız. Çalışın bu torpaqların üstündə şəhidlərimizin adına layiqli şəkildə yaşayın. O mənfur düşmənlər bir daha ürək eləyib torpaqlarımıza tamah salmasın. Əziz hərbiçilər, Allah sizləri qorusun. Vətən keşiyi çəkən oğullar, Allah sizləri qorusun. Şəhid anaları, şəhid ataları, Allah sizə səbir versin, güc versin, qüvvət versin. Möhkəm olun ki, şəhidimizin adını yaşada biləsiniz. Özünü yaşada bilmədiyimiz oğulların adını yaşadaq ki, gələcək nəsillər bilsin ki, Azərbaycan xalqı necə qəhrəman oğullar yetirmişdi. Ruhun şad olsun qəhrəman, şəhadətin mübarək olsun. Yaşını şehitler nifrete çevrildi bakışlarımız kanlı seçilerde bakışlarımız günlere garip olmuş baştaşlarımız namusu gayreti taşı şehit Hayretten sağlandınız azadlık odunda yanardınız kötü yaşlarda sizin şehir Balacan çıxaq belə, gəl bura. Uşaqlar, biraz Yarı köksüzü Namet güllensin Döndü dilinizden Vətənlərimiz Eğildi yanaları Ahır ağlasın Akan gözlerimin adından yanaradınız Keçip yüreklerde kalan oldunuz Unutmak olar mı sizi şehirler Dünyanın hayretten sarıldınız Azadlık odunda yalan oldunuz Köçüp yüreklerde kalan oldunuz Unutmak olar mı sizi şehir Unutmak
şehirler şahit oldular. Gözleme. Burada Urus var değil mi? Bayınlı başka. Başına kim el işini sen Urus. Buyurun. Allah rahmet eylesin. Yaxşı şagirdiydi. Onun grup yoldaşlarını gəlib başsağlığına. Allah atasını, anasını canı sağ olasın. Yani ondan sonra olan bacı kardeşlerine Allah canı sağ olasın. Allah sizlere kömək olsun. Çok sağ olun. Allah sizlere çıkarmışsınız. Allah sizlere kömək olsun. Allah sizlere olsun. Allah rəhmət etsin. Allah rəhmət etsin. Elvinlə çox yoldaşlığımız olub, həqiqətən yaxşı qardaş idi, yaxşı yoldaş idi. Tək qrup yoldaşı olub, bir yerdə oxumuşuq, yəni bir parti arxasında, bir sinifdə olmuşuq. Tək sinif yoldaşı kimi yox, yoldaşlığı da oturub bir yerdə yeyəndə, içəndə yaxşı qardaş idi. Allah rəhmət etsin. Hadisədən bir həftə qabaq danışmışdıq da, biz WhatsApp-da danışmışdıq Elvinlə. Allah rəhmət eləsin. Belə qardaş kimi olmuşuq biz, qrupda üçü bir yerdə oxumuşuq. Yəni tək qrup yoldaşı yox, nə bir qardaş, bir sivrimiz, hər şeyimiz bir yerdə olub. Yəni də Allah rəhmət eləsin, davamını Allah can sağ olasın. Çox sağ olun. Hazır. Salam əziz izləyicilər, mən şairə İsmirə Günəş. Bugün biz Xudatdayıq, qəhrəman şəhidlərimizdən Elvin Eyvazovun şəhadətindən bir il ötür. Hal-hazırda onun ev muzeyindəyik və yanında qəhrəman oğulları dünyaya gətirən qəhrəman analar dayanıb.
şəhid anaları dayanıb. İstəyərdim ki, qısa da olsa şəhid anaları özlərini təqdim eləsinlər və qəhrəman şəhidimizin ruhu şad olsun ki, onun timsalında bugün, onun sayəsində digər şəhidlərimizi də yad eləmiş oluruq. Saymat anadan başlayaq, qəhrəmanımızın Əli. Mən Əli Bey, mühtərim oğlunun anasıyam. Buyurun. Mən Nur Məmməzadə İbrahim Əvəzoğlunun anasıyam. Allah rəhmət eləsin şəhidlərimizə. Fəridə anaya ildönümünə, Allah rəhmət eləsin ildönümünə. Başı sağ olsun, sağ olsun. Eyvallah, Elvinin anasıyam. Allah rəhmət eləsin. Şəhidlərimiz Allah rəhmət eləsin. Məmmədov Kamil 052 yaşıma canavarı Kamil Məmmədovun anasıyam. Allah elin balamıza rəhmət etsin. Anasına uzun ömür, can sağlığı versin, Elşən balasının toyunu görsün. Amin, amin. Qaçmaz şəhidi Əlşanova Amin anasıyam. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Fərdə anaya səbir versin. Mən Şəxəliyev Ceyhunun anasıyam. Cəmi şəhidlərimizin məqamı ucu olsun. Allah Fəridə anayın da canını sağ eləsin. Mən də çox sağ ol deyirəm, siz mənə tək qoymadıq. Allah şəhidlərə Allah rəhmət eləsin. Çox sağ ol, Allah kömək versin sizə hamısına. Allah səbir versin. Fəridə anamız bu günün səbəbkarının anasıdır, Elvin Eyvazovun anasıdır. Allah sənə güc qüvvət versin anam. Və Əlimmədov xan babanın anasıyam, həm də bibisi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları, şad məqamları ucu olsun. Fəridə anaya da səbir edirəm. Mən Səmədov Mayısın bacısıyam. Xaçmaz rayonu 44 günlük müharibənin şəhididir. Yaşmadı. Xüsusi sənət kəşfiyyatçı olub, 23 il dövlətin xidmətləri olub. Qardaşım şəhid olandan sonra onun iki iterinin sol cibinə 73 erməninin sol qulağı çıxıb. Yəni ermənilər onun başına pul ayırı və satqıncılıq nəticəsində xidmətdən gələndə, dövlətə olan borcunu xidmətdən gələndə şəhid olur. Mən kəşfiyyatçı şəhid Fərəcə Fəxrəddinin anasıyam. Allah cəm şəhidlərimizin məkanını cənnət eləsin. Allah Fəridə anamıza da səbir və dözüm versin. Xıdat şəhərinin 18 yaşlı Məlik Məmmədov Elvin Elçinovun anasıyam. Balam 3 aylıq əskər idi, 3 ayın əskəri idi. Sıqovşanın alınma günü şəhid olub. Bir gün Fəridə ana bizim borcumuz idi ki, sənin yanında olaq, Allah sənə səbir dözüm versin. Biz analar 5 ildir ki, 44 günlük müharibədən sonra bir-birimizin yanındayıq, bir-birimizə dayaq o, biz bir-birimizin yanında təsəlli tapırıq. Antiterror anaları da, sən də, biz həmişə çalışacaq ki, bir-birimizin yanında olaq, bir-birimizə təsəlli olaq. Bizim balalarımız cənnətdə bir yerdədirlər, biz də bu dünyada balalarımızı təmsil edirik. Allah bizi balalarımızla cənnətdə qovuşdursun. Allah qalan balalarımıza can sağlığı versin. Bizlərə də Allah ömür versin ki, balalarımızı, şəhid balalarımızı yaşadaq. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin, ruhlarını şad eləsin. Mədəniyyət işçilərinin də Allah razı olsun hər birinizdən Könül xanım, sizin kollektivə, Xaçmazdakı Könül xanıma, burada olan hər bir kəsə, Fəridə anaya dəstək olan hər bir kəsə öz təşəkkürümüzü bildiririk. Var olun ki, yanınızdasınız. Allah razı olsun hər birinizdən. Esmir xanım, Allah sizdən də razı olsun ki, həmişə yanınızdasınız. Şəhidlərimizin mövlüdündə, şəhidlərimizin il dönümlərində gəlirsiniz, şəhidlərimizi yad edirsiniz. Bugünkü tədbir kimi hər bir tədbirdə iştirak edirsiniz. Layiqincə şəhidlərimizi tanıdırsınız. Allah razı olsun, Allah o iki balamızı qorusun. Çox sağ olun, var olun. Mən şəhid Mamedova İlahidin anasıyım. Allah rəhmət eləsin. Şəhid Dadaşov Zaur mamasıyam. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Fəridə anaya da Allah səbir versin. Analar, hər birimizdən Allah razı olsun, haqqınızı bizə halal eləyin. Siz o cür mərd oğullar böyütmüşdünüz və bugün biz yaşayırıqsa, biz torpaqlarımızda azad nəfəs alırıqsa və xarici dövlətlərin, xarici millətlərin qarşısında qürurla başımız dik şəkildə o Qarabağ torpaqlarında zəfərin sevincini yaşayırıqsa, bunu sizin övladlarımıza borçluyuq, sizlərə borçluyuq. Haqqınızı bizə bir daha halal eləyin, şəhidlərimizin hər birinin ruhu şad olsun və bu yolda şəhidlərimizin tanınmasında, ailələrə mənəvi dəstək olmaqda,
şəhidini həqiqətən vicdanən, qəlbən sevən hər bir kəsdən Allah razı olsun ki, həmin şəxslərdən bir qismi bugün tədbirdə iştirak edirdi. Çönül xanım da onlardan biridir ki, biz Çönül xanımın işlədiyi Heydər Əliyev adına muzeydə də kitab təqdimatı eləmişik. Orada da mənim kitablarım yer alır və bir çox şəhid tədbirlərində də Çönül xanım sevə-sevə iştirak edir. Allah sizdən razı olsun. Təşəkkür edirəm ki, bugün tədbirdən çıxıb bura gəlmişsiniz, onu da gözəl bilirəm. Var olun ki, yaşadırsınız. Borcumuzdur. İlk önce bütün şəhidlərimizə Allah rəhmət eləsin. Yerləri zaten cənnətdir, şəhidlərin yerləri zaten cənnətdir. Bizim də mədəniyyət işçiləri olaraq ən önəmlisi bir Azərbaycan vətəndaşı olaraq borcumuzdur. Şəhidləri yad etmək, hər an yad etmək borcumuzdur. Müharibə bizdən qəhrəman oğullarımızı aldı. Torpaqlarımız geri qayıtdı. Lakin bir xalq olaraq bizi yenidən bir-birimizə birləşdirdi, daha yaxın elədi, daha sıx elədi, mehriban elədi bizi. Oğullarımıza borcluyuq, qəhrəman oğullarımıza borcluyuq, analarımıza borcluyuq. Həqiqətən də bu, yəni dildə deyilən qədər deyil, təkcə yəni dil ilə deyiləsi deyil, ürəkdən də biz sizə borcluyuq həqiqətən də. Bir ömür borcluyuq sizə. Torpaqlarımız geri alındı. Bugün Azərbaycan bütün dünyada qalib, zəfər çalan bir xalqdır. Bütün dünyada bununla tanınır. Bütün tədbirlərdə həmişə qeyd edirəm ki, Azərbaycan dünya xəritəsində balaca, rəqəmlə görünən bir ölkədir. Yəni adı da yazılmır, sadəcə rəqəmlə göstərilir. Amma bütün dünyada qalib, zəfər çalmış, 44 günlük, cəmi 44 günə zəfər çalmış bir qəhrəman Azərbaycan, qəhrəman xalq kimi tanınır. Bununla fəxr edirik biz və sizin qarşınızda baş əyirik. Əllərinizdən öpürük. Çox sağ olun. Var olun ki, belə oğullar, belə qəhrəman oğullar böyütmüşsünüz. Allah şəhidlərimizə bir daha rəhmət eləsin. Qeyd etdiyim kimi, onların yeri zaten cənnətdir. Məqamları cənnətdir. Allah rəhmət eləsin. Allah rəhmət eləsin.